Değerli abituriyentlər, bugün sizə Məhəmməd Füzulinin söz qəzəli haqqında məlumat verəcəyik. İlk növbədə Məhəmməd Füzuli haqqında məlumat vermək istəyirəm. O 1494-cü ildə Kərbəla şəhərində anadan olub. 1556-cı ildə isə demək olar ki, öz vəsiyyətinə əsasən elə Kərbəlada İmam Hüseynin qəbrinin astanasında dəfn edilmişdir. Məhəmməd Füzulinin yaradıcılığına toxunsaq, o həm lirik növdə, həm də epik növdə əsərlər yazıb. Lirik növdə müxtəlif qəzəllər, qəsidələr, qeydələr yazmışdır. Eyni zamanda epik növdə onun poemaları var. Hətta nəsrlə yazılmış əsərləri var. Poemaları Azərbaycan və fars dilində poemalar yazıb. Azərbaycan dilində Leyli və Məcnun poeması, bir də ki Bəncübadə poeması, bir də ki Söhbətül Əsmar. Bu poemaları Azərbaycan dilində yazıb, fars dilində olan poeması isə Həft Cam, yəni 7 cam poemasını isə fars dilində yazmışdır. Onun demək olar ki 90-a qədər qəsidəsi var. Buna qəsidələr divanı da deyirlər. Həmin qəsidələr divanında həm Azərbaycan dilində, həm ərəb dilində, həm də fars dilində olan qəsidələri toplanmışdır. Onun əksəriyyəti demək olar ki 40-dan çoxu həmin qəsidələrin Azərbaycan dilində, ana dilində yazmışdır. Bugün Məhəmməd Füzulinin söz qəzəli haqqında məlumat verəcəm. Məhəmməd Füzulinin söz qəzəli əruz vəznin rəməl bəhrində yazılmışdır, lirik növdədir və 7 beytdən ibarətdir. İndi qəzəlin təhlili haqqında məlumat verəcəm. Beytlər şəklindədir, bilirsiniz də qəzəl janrında olduğu üçün beytlər şəklindədir. Xəlqə ağzın sirrini hərdəm qılır ishar söz. Bu sirdir kim olur, hər ləhzə yoxdan var söz. Deyir ki, belə deyək də, xəlqə ağzın sirrini, yəni insanın sirrini hər kəsə açan nədir? Sözdür. Bu elə bir sirdir ki, yoxdan var edir. Yəni hər an yoxdan var olur. Mücərrətdir, belə deyək. Artıran söz qədrini, sidq ilə qədrini artırar. Kimlə miqdar olsa əhli neylər, ol miqdar söz. Kim ki öz sadiqliyi ilə belə deyək də, sözün qədrini, belə deyək, qiymətini artıran adam öz qədrini, öz qiymətini də artırar. Sözü dəyərli olan adam, sözünün yerini bilən adam öz qiymətini, öz dəyərini də artırar. Kim nə miqdar olsa əhli neylər, ol miqdar söz. Yəni kim hansı miqdarda, hansı dəyərdə, hansı qiymətdə olsa sahibini də elə edər. Yəni insanlara biz o danışdığı sözə görə qiymət veririk. İnsan danışanda bilirsən ki, bu necə insandır. Sonra deyir, ver sözə ihya ki tutduqca səni xab əcəl, edə hər saat səni ol uyqudan bidar söz. Yəni sözü dirilt, sözü dirsəlt. Belə deyək, səni, yəni ölüm yuxusu tutsa, əcəl səni tutsa belə, qoy o səni diriltsin. Yəni insanlar var, elə Füzulinin özü. Neçə ildir dünyasını dəyişib bu adam. Amma bugün 21-ci əsrdə Füzulinin sözü, o müdrik kəlamları, qəzəlləri hər zaman tarixin səhifəsində özünə məxsus yer tutur. İnsanların yaddaşında canlanır. Yəni sözü elə canlandır, elə dirsəlt, elə dirilt ki, sən ölüm yuxusu səni tutsa da, səni o uyqudan bidar eləsin. Söz hər zaman səni belə deyək də yaddaşlarda saxlasın. Xatırlandıqca sən dirilmiş olasan. Sonra deyir, bir nicari əmbərin xəttir könüllər almağa, göstərər hərdəm niqabi qeybdən ruxsar söz. Nicari əmbəri xəttir, əmbər xoş qoxuludur. Yəni belə deyək də, əmbər ətirdir, xoş qoxulu ətirdir, nigar da gözəldir. Deyir, mənalı söz, yaxşı söz, yəni hansı ki, o ətir xoş qoxulu gözəl kimidir. Və göstərər hərdəm niqabı, hər zaman yox, arada bir, yəni açar o hərdən öz niqabını, örtüyünü götürər və könülləri də neyləyər, şad edər. Sonra deyir, xazini, gəncini əsrardır hərdəm çəkər, riştə-i izharə min gövhəri əsrar söz. Sirlər xəzinəsinin qoruyucusu sözdür və hərdən bir çəkər, belə deyək də, sirli o, belə deyək də, gövhərlərini hansı ki, sapa düzərək
aydın edər, aşkar edər. Sonra deyir, olmayan qəvvası bəhri mərifət arif decil, kim sədəf tərkibi təndir, löylöy şəhvar söz. Kim ki deyir, mərifət dənizinin üzgüçüsü olmasa, demək olar ki, bilməz. O arif olmaz, başa düşməz, dərk etməz ki, bədənin tərkibi necə ki sədəfdirsə, şahanə incisi sözdür. Kim sədəf tərkibi təndir, bədənin tərkibi sədəfdir, şahanə incisi də sözdən ibarətdir. Sonra deyir, gər çox istərsən Füzuli, izzətin az et sözü. Kim çox olmaqdan qılıbdır, çox əzizi xar söz. Şeirin son beytində görürük ki, müəllif təxəllüsünü işlədir, Füzuli. Həm də özünə müraciət edir. Gər çox istərsən Füzuli. Yəni, əgər sən çox istərsən ki, izzətli insan olasan, hörmətli olasan, Füzuli. Dəyərli olmaq istəyirsənsə, bu zaman, belə deyək də, miqdarını, yəni o danışdığın söz ki, deyir, kim çox olmaqdan qılıbdır, çox əzizi xar söz. Yəni, elə danışçılan ki, dəyərli danış, çox danışma. Yəni, belə deyək də, boşboğazlıq eləmə, çox danışma, mənalı danış, dəyərli danış. Çünki çox danışan insanın sözü də bəzən mənasız olur və öz sahibini hansı ki, hörmətdən, dəyərdən salır. Maraqlı qəzəl idi, təhlil etdik. Dəyərli abituriyentlər, bu tür video dərslərin ardını istəyirsinizsə, testlərimizi bəyənin. Diqqətinizə görə çox sağ olun.